Mənə çox sual verirlər. Əminə, ingilis dilini necə bu qədər möhtəşəm bilirsən? Əslində qalsa heç bir fikrim yoxdur. Çünki mən ingilis dili bilmirəm. Əslində qalsa mən Əminə də deyil. Sen mi söylersen ben mi söyleyeyim gerçek ismini değil Anka. Ümmü Gülsüm mü demek? Ümmü Gülsüm. Herkese salam, YouTube kanalıma hoş geldiniz. Ülker İngiliz Dili videosu, Ülker İngiliz Dili videosu, Ülker İngiliz videosu, alın İngiliz Dili videosu. Bugün sizlere etrafımda İngiliz dilini öz başına öğrenmiş ve bunu mühteşem seviyeye çıkartmış bir insan var. Sabri Haqverdiyev. İlk öncə hər kəs salamlayıram. Mən Sabri Haqverdiyev. Bakı Dövlət Universitetində Kimya fakültəsində kimya sahəsində təhsil alıram və ingilis dilini mən orta məktəb vaxtı çox da yaxşı bilmirdim. Açığı bunker müəllimlərin yanına, imtahanlara hazırlıq adı ilə ingiliscə öyrənmə hazırlığına getmişəm. Amma qətiyyən heç birindən bir fayda görməmişəm. Necə? Digər sinif yoldaşlarımdan qrammatika cəhətdən yüksək biliyə sahib olsam da, məsəl üçün dərslərdə onlardan yaxşı qiymət alsam da, danışıqla bağlı 0 idi. Bununla bağlı da mənim ən pis xatirəm 7-ci sinifdə biz İstər liseyinə qəbul olduq. Biz də onlarla eyni qrupa düşəndə onlar danışdıqca mən özümü biraz qəribə hiss etdim. Çünki danışa bilmirdim, çətinlik çəkirdim. Müəllimim Somalidən idi. Qətiyyən Azərbaycan dilini bilmirdi. Ona görə məcbur qalırdıq. Yəni özümüzü ifadə eləməli idik. Bu amma ya bir dönəmli idi. Orada da term idi. Birinci termdə elə idi. İkinci termdə artıq o müəllim getməli oldu. Azərbaycan dilli müəllimimiz, yəni normal yerli müəllimlərdən biri bizə dərs verməyə başladı. Orada amma maraqlı hissəsi o idi ki, müəllim bizə cərimə qoymuşdu. Dedi, məndən yararlanıb Azərbaycanca danışmaq istəsəz, hər Azərbaycan sözünüzə görə 20 qəpik pul verməlisiniz. Biz də 7-ci siniflik 20 qəpik itirmək hər sözə görə bizimizə çox böyük bir ziyan idi. Belə təkanım gəldi. Özümü məcbur hiss etdim. O mühiti öyrəşmək məqsədi ilə artıq mənim qabağımda bir hədəf var idi. 8-ci sinifdə Bakıdakı liseyə keçəndə artıq orada yenə ingilis dilim düşdü. Pandemiya dövrü gəldi, 9-cu sinif. Hamının travma dönəmi, mənim ən xoşbəxt olduğum dönəm. Dedim ki, neyim pandemiyada? Oturdum xarici seriallara başladım. Hər yadımdan çıxmır, Flash-la başlamışdım. Türkçə izləməyə başladım birinci. Sonra gördüm ki, çox belə əsəbim korlanırdı. Yəni Türkçə dublajdan xoşum gəlmir. Çıxartdım, birbaşa dublajdan çıxdım. İngilis dilini başa düşmürdüm. Qoydum alt yazıya. Onunla müəyyən qədər. Çünki mən ingilis dilini bilmirəm, niyə görsə sevirdim. Yəni içində bir ona qarşı bir sevgi var, yəni çox elə zövq alırdım. Mənim ona qarşı bir nifrət var. Yox, mən çox sevirdim. Daha sonra ümumiyyətlə fikir verdim, sonradan dillərə qarşı marağım var. Sonra başladım filmlər izləməyə dayanmadan. Bu filmlərdə heç vaxt sizə demir, yəni biz də deyirik, film izləyin, musiqi dinləyin falan. Bunlar elə də böyük bir faktor deyil əslində. Əsas faktor nədir? Bir mühitə düşməkdir. Onda davamında necə deyirik? Mən filmləri izləyəndə filmlərdən məna axtarmırdım mən çox da. Onların tərzini öyrənmək istəyirdim, mədəniyyətdən. Çünki mən Amerikan filmləri izləyirdim. Amerikan filmlərində onların Amerikan necə danışırlar, o tərzi öyrənmək istəyirdim. Çox sağ olun. O tərzi öyrənmək istəyirdim. Tərzi öyrənmək üçün də nə edirdim? Ona yamsılayırdım. Sözün əsl məsələn, aktyor bir dənə ifadə işlədirdi, çox xoşum gəldi o ifadədən. Videonu dayandırırdım, kinonu dayandırırdım. Evin içində belə özüm üçün. Aynı alma da gedir. Çox sağ olun. Çox sağ olun. Imitating, təqlid eləmə, shadowing də kölgələmə, yəni kölgəsi kimi. O danışdıqca sən də danışırsan. Bilirəm bu hekayəni, amma uşaqlar bilmirlər də. Sən Amerikaya gedirdin 11-də, amma kəsilmişdin. Ayda, çox Mən o hekayəni dinləmək istəyirəm. Məncə çoxunuz eşitmisiniz proqramı, Flex proqramı. 11-ci sinif bitirirsən, 12-ci sinifi gedirsən, 1 il Amerikada oxursan, geri dönürsən. Bu layihədə necə oldu? Çox həddindən artıq təsadüfi bir şeydir. Yəni pandemiya dövründə ingilis dillə məşğul oldum. İngilis dilimi kifayət qədər artırdım, nitqimi də, danışığımı da. Bunu qeyd edeyim ki, praktika məsələsini orada gətirəcəydim. Biz gördük ki, uşaqlarla belə danışmanın, öz aramızda danışmanın çox artıra bilmirik ingilisini. Qruplar açdıq elədik. Sonra girdik Instagrama. Xaricilərlə dolu bir qrup tapdıq. Sonu biraz trajik qurtardı, çünki hamımız dalaşdıq, oradan çıxdıq. Xaricdən çünki biraz rahatçılığı bizə narahatçılıq yaradırdı. Onlarla danışa-danışa kifayət qədər irəliləmişdik. Öz aramızda müzakirə edirdik, ingiliscə danışmağa çalışırdıq, qısa-qısa falan. Mən onda B1-ə yaxınlaşırdım da artıq, çünki özüm üstünə işləyirdim. Tez kitablar tapırdım, boş vaxtımda otururdum. O kitablardakı cümlələri necə istifadə edə bilərəm, onları öyrənməyə çalışırdım. Necə? Məsəl üçün, bizim indi kursumuzda da, məsəl üçün, metodik ondan ibarətdir. Biz durub lüğətdə sözləri yazdırıb, bu tərəfini bağla, o tərəfini oxu, eləmirik. Bu hətta gördüyüm ən məntiqsiz şey odur da, hələ də lüğət əzbərləyən varsa aramızda, buraxmışlar. Onun üçün çox belə bir şey deyim sizə, sadəcə olaraq qəlib öyrərsiniz və məncə bunu tək mən demirəm. Yəni deyim ki, mənim metodikam elə bir şey deyil. Bütün yəni ingilis dilini həqiqətən sevib öyrənən və praktiki öyrənib nitqi gözəl olan insanların çoxu bunu bilir ki, orada ifadə öyrənmək və yaxud da öyrənəcəyiniz sözü hədəf cümlələrin içinə yerləşdirməkdir. Məsəl üçün, mən extremely sözünü öyrənmək istəyirəm, yəni həddindən artıq deməkdir.
Məsələn, bu mənim üçün həddindən artıq maraqlıdır deyirəm. Və ingilis dili mənim üçün həddindən artıq maraqlıdır demək istəyirəm. İngilis dili mənim üçün maraqlıdır. English is interesting for me. Bu standart bir cümlədir. Hamının istifadə edə biləcəyi bir cümlə. Mən hədəf sözümü bura əlavə edib bu cür yazıram, qeyd edirəm. English is extremely interesting for me. Nə oldu artıq? İngilis dili həddindən artıq mənim üçün maraqlıdır. Yəni çox maraqlıdır. Yadımda qalır. Niyə? Çünki kodlayıram mən onu. Və yaxud da başıma gələn bir hadisənin içinə kodlayıram o sözü və orada elə öyrənirəm. Bu bir növ yaddaşımızla oynanan bir trikdir, hiylədir. Çox təsadüfi şəkildə. Qayıtdı ki, Flex layihəsi var. Mən də advisoram. Özü Education ESN Xaçmaz üzrə advisoridir. Enar mən buradan sizə çox sağ olun. İndi bu video qabaqcasında sizə çox istəyirəm. Həqiqətən də ingilis dilində inkişafımın bir təməl hissəsində də istiqamətləndirən və məni dəstəkləyən ən böyük faktorlardan biri Enar müəllim olub. Noyabr üçün ilk mərhələni verdim. Bunun üçün ancaq gedirdim ingilis dilində videolar, YouTube videoları izləyirdim, motivasiya videoları izləyirdim, Leyla Xanəhmədin videolarını izləyirdim, Tamara Sərədin videolarını izləyirdim. Seminar yoxlama keçirdilər, onu da keçdim. 3-cü müsahibəni də keçdim, aprel ayındakı sınağı da keçdim. Təsildiyim nöqtə oldu ki, bizdən səhiyyə sənədlərimizi istədilər. Yox, həssə deyildim əslində. Tip sənədlərimizi istədilər. O sənədlər göndərildi. Orada məndə də özdə biraz fiziki cəhətdən sağlamlığımda çox da güclü, sağlam bir bünyəyə sahib bir insan deyiləm. Ona görə qəbul olmadım. Yəni orada seçilənlər, məsələn 20 sənəd gedirsə, hamıya yer ayıra bilmədiyinə görə 10 nəfər üçün yer ayrılıbsa 10 nəfər seçildi və mən eləmələrdə seçilmədim. Həmin ərəfədə də plus biz CPC-yə qoşulduq. CPC yazılır. Tam açılışı yadımdan çıxıb. CPC Club idi. Ödənişsiz bazar gününə keçirilən 1 saatlıq danışıq günü idi. Conversationlar keçirildi və Amerikalı bir tələbə qoşulurdu bizlə. İngiliscə conversation etdirdi və həqiqətən də düşüncə tərzimin dəyişməsində, insanlara olan baxış açımda onun düşüncələrinin də çox təsiri var idi. Bu nəyə görə deyirəm? Dili öyrənəndə o mədəniyyətə, onun düşüncə tərzinə də sahiblənirsiniz deyə çox təsir olurdu. Daha sonra universitetə gəldim, birinci kurs oldum. Birinci kursda mən yenə deyirəm, ingilis dili məni həqiqətən də çəkən bir şey idi. İngilis dilində beynəlxalq bir layihə vermək istəyirəm şəhidlərlə bağlı. İstəyirəm ingilis dilində olsun ki, beynəlxalq olsun və biz bunu yayımlaya da bilək. Daha sonra mənə qayıtdı dedi ki, arxa tərəfə bax, orada Cavid adında bir gənc var. O da 3-cü kursda kimyada oxuyur. Cavid. Qayıtdı ki, o ingilis dili klubu açıb. Onun rəhbəridir. Dil klubudur, xarici dil klubudur, ingilis dili tədris edirlər. Price Club idi adı. Fakültənin nəzdində kimya fakültəsində kiçik bir klub açmışdılar. Mən də ora qoşuldum. İlk stafda mən oldum. Necə oldum? Mən onlara demişdim ki, mən gəlmək istəyirəm. Dəvət aldım, iştirak etdim tədbirdə. Tədbirdə yarış oldu və s. Çox aktiv oldum. Mən dedilər ki, gəl idarə heyətinə qoşuldum. Çox xoşbəxt bir anım idi. Orada mənim ingilis dilim sizə belə bir nümunə verim də, yəni that's my pleasure. Sözün düzgün təfsiri budur. Bu mənim üçün bir zövqdür. Və mən orada sadəcə bunu dedim. That's my pleasure. Yəni həm həyəcanlıydım, həm aksentim oturmamışdı. Nə olsun ki, yəni bu qədər şey saydım ki, 10-cu sinif, 11-ci sinif. Mənim şey demişim, dil çox vaxt taparan bir şeydir. Ona öyrəşmək, onun aksentini tutmaq. Susar mısın? 3 ay sonra ayol salmalıyam. Tamam, peki. Alaram mən səni. Alarsın. 6.5 nədir ki? Nədir ki? Cavidlə tanış olduq. Price mənim ingilis həyatımdakı əsas dönüm nöqtəsi oldu. Çünki biz balaca kiçik fakültə daxilindəki bir klubdan keçdik təşkilat daxilindəki bir kluba. Sonra keçdik ATGT-yi, Azərbaycan tələbə gənclərinin ofisində artıq bizə ofis verildi. Oranın böyük bir təşkilat oldu. 2000-dən çox tələbə bazamız oldu. Azərbaycan universitetlərinin bir çoxunun tələbələrinə biz təlimlər verirdik. İngilis və rus dillərindən sonra alman dili bölümü açdıq və mənim ingilis dilim orada çox inkişaf elədi. Nəyə görə? Çünki gündəlik olaraq danışırdıq. Həftənin hər günü mən oturub ingilis dilində materiallar hazırlayırdım, onların praktikalarını eləyirdim ki, uşaqlara təlim keçəcəm. Çünki bazam var idi və bazamı istiqamətləndirirəm, amma nitqimin düzəlməsi və istiqamətlənməsi üçün bunların hamısı davamlı oldu da. 200 tələbəyə bir gün içərisində təlim keçən elə bir klub yox idi Azərbaycan daxilində. Azərbaycan rekordlarının çoxunu qırmışdıq. 8 ay içərisində 40 nominasiya almışdıq. Yəni çox böyük nailiyyətlərimiz var idi. Biz Price klub yaranandan sonra, bir müddət sonra mən də qoşuldum Price kluba. Ondan sonra klub dağıldı. Ayağım düşərsizmi gəldi? Elə olmadı. Price klubun fəaliyyətində Ülkər qoşuldu. Ülkər bir ay fəaliyyət, bir neçə ay fəaliyyət göstərdilər. Daha sonra klub bağlanmalı oldu. Çünki müəyyən idarəsəl problemlər, məsələn mən fəaliyyətimi dayandırmalı oldum. Başqa istiqamətə yönəlmək üçün Günel xanım var idi bizdə, rus bölümünün sədri, mən ingilis bölümünün sədri idim. Sədrimiz Talib bəyin də özünün başqa fəaliyyətləri var idi artıq. İstərsənməz özümüzdən asılı olmayan səbəbdən tələbə olduğumuza görə də həm də müəyyən istiqamətlərə bölündük, parçalandıq. Ona görə bağlanmalı oldu klub. Amma mən orada Cavidə söz vermişdim ki, biz Price-ı bitirməyəcəyik, yaşadacağıq. Biz
price yaşadacağıq Və dedik sırf ona görə də Cavidin məndən çox əlaqəsi olmasa da, yəni belə çox az tanışıq da bir-birimizi. Biz price-ı Səbuh ilə yaşatmaq qərarı aldıq. Daha doğrusu Səbuhu yaşatmaq qərarı aldım. Mən ortaq çıxdım sonra. Mən dedim ki, Səbuh'a gəlib birlikdə bu işləri qurtaraq qardaşım dedim. Əslində olan maaş versənsə niyə də gəlmirəm ki dedim. Akademiyanı yaratdıq, yeni səhifəmizi falan açdıq. Instagram səhifəmizi bura qoyacağam uşaqlar. Ümumiyyətlə mənim price akademiyaya bu qədər bağlı olmağımın səbəbi odur ki, mən ingilis bilmirəm. Və həqiqətən öyrənmək çox, yəni IQ-də də ingilis səviyyəm. Bu arada o gün sertifikat aldım, IQ sertifikatı imtahan verirəm. Nəysə, bunların hamısını 15 gün elədim. A1-in A2-sinin də sertifikatını. İşte Bilirəm, əzim başqa şeydir. Məsələn, ingilisi bilmirəm deyə, həqiqətən insanların bu ingilisi bilməmək çarəsizliyini çox yaxşı bilirəm. Ona görə öyrədəksə bu, insanlara ingilis də öyrədəkdir. Daha sonra mən ingilislə öyrətmirəm bu arada. Belə bir yanılığı var. İnsanlar elə bilir ki, kursda müəlliməm. Mən müəllim deyiləm. Mən kursla tək əlaqəm və meneceriyəm. Biz səbəbin dostuyam, bu qədər yəni. Bir il içərisində B1-dən B2-yə, bir il deməyim onu, bir il yarım B1-dən B2-yə yüksəldim. B2 də nədir? Bununla bağlı ayrıca dil videosu düzəltmək olar məncə. Ona görə detala girməyəcəm. Yəni B2 olduğumu artıq bu dil görəndə, videosu elə. yox, o cür yox, dilin nə olduğunu izah eləmək videosu. Artıq deyildi. Çəkərik. Artıq kurs açmışam və burada müəllim kimi özümü fəaliyyət göstərməyəcəyəm. Amma sonradan mənim biraz qohum uşaqları mənə yönləndirildi. Tanış uşaqlar hamısı mənə dedilər ki, sən bizə dərs keç, səni tanıyırıq, tanımadığımız biri olmasın. Ona görə artıq özümdə yenə məsuliyyət yarandı. İstərsəmiz qrammatika bazamı daha da gücləndirməli oldum. Daha sonra stomatoloji bir firmada işə girdim. Əmmin şirkətinə daha doğrusu işə girdim. O da mənim ingiliscimi bilirdi, tərcüməçi deyə çağırdı. Daha sonra artıq orada hal-hazırda da 1 ildir ki işləyirəm. Hər şeyoloq olaraq işləyirəm orada. Xarici firmalarla danışmağa başladım. Mən sadəcə elə bilirdim e-mail yazacağam. Sonra bir də gördüm artıq zəng olundu. Səbuhi biz necə adamlarla danışırıq. Bir dəfə Səbuhi qulaqcığını mənə vermişdi. 3 kafevi danışdım bu hekayədə. Qulaqcığını mənə vermişdi mahnıya qulaq asırdıqda. Bir də biraz zəng gələndə mən də çıxartmadım da qulağımda qaldı. Bu da danışır da onsuz anlamıram mən deyən. Adam belə danışır bax. Xaricilər, məsələn Çinlilərdir, İtalyanlardır, Koreyalılardır. Daha sonra yəni kimləri deyim, yəni hansı ölkədən Hindistanlarla Pakistandan olsa da aksentlərindən hamı bilir. Çox qəliz danışırlar. Onlarla danışan artıq akademik dil olmalı idi. Üstə gəl tərcüməçilik də məndə idi. Serbiya və Sloveniyada olmuşam və orada tərcüməçi kimi fəaliyyət göstərmişəm, həmçinin əmmin köməkçi kimi. Yəni bunlar hamısı sırf dili bildiyimə görə idi. Məsələn, hamı deyəcək ki, indi əmmin yanında işləyirsən də, okey, amma məsələ o deyildi. Məsələ o idi ki, əmmin çevrəsində dili səlis bilib, riskə gedə biləcək insan mən idim. Yəni həyat məqsədləri sizin qabağınıza gətirir, istədiyiniz müddətcə. Yəni düzdür, o balans var əlbəttə ki, çəkim və itələmə balansı. Ona görə də yəni bu balans onsuz da yaranacaq. Siz sadəcə bu dilə başlasaz və həqiqətən istəyərək başlasaz, o sizə səbəblər verəcək ki, nə üçün davam etməlisiniz. Bir də ki, məsələn, mən ingilisini necə öyrənirəm deyə mənə sual veriləndə mən deyirəm ki, mənim işlətdiyim bir dənə proqram var, bu su. Məsələn, bununla yanaşı mən YouTube-da bütün günü ingilisində videolar falan izləyirəm də. Mən bu tərzdə öyrənirəm. Lüğət falan həqiqətən qabağıma açıb bir dəfə lüğət əzbərləməmişəm də. Mən açıram podkastları, açıram videoları, izləyirəm, oradan sözləri baxıram, yazıram, ondan sonra cümlənin içərisində öyrənirəm. Mesela bugün də dediyi kimi. Və sənin belə mən bu taktiki uyguluyordum və məsələn çox yaxşı gedirdi. Öyrənməyimə çox inkişaf eləyirdi dediyim bir taktik var. Hal-hazırda da məsəl üçün eyni anda Koreya, Portuqal və İspan dilləri öyrənirəm. Onları da necə öyrənirəm? Vaxtım çox az olur işlə bağlı, bir neçə fərqli işdə işləyirəm deyə. Biraz vaxt cəhətdən çox darıram. Həm də imtahan ərəfəsində universitetdə də var. Ona görə nə qərar verdim? 3 Minutes adlı bir podcast var Spotify-da, playlisti. Orada Portuqal dilini sadəcə dinləyərək öyrənirəm. Sadəcə bu sadə metodika ilə öyrədir adam. Deyir ki, ingiliscə danışır və Portuqal sözlərini ingilis dilindən tərcümə edərək izah edir. Deyir, bom, good. Bom, yaxşı. Mən indi Azərbaycanla deyəcəm ilk nümunəni. O restaurant, restoran. A is, yəni ingiliscədəki is, dördir şəkilçisi belə deyək. Aki, here. Deyir ki, məsəl üçün, yəni here bura bu arada. Yəni deyir, buradakı restoran yaxşıdır. O restoran, aki, bom. Все, bu qədər. O restoran, aki, bom. Cümlə içərisində. Cümlə qurdu. Restoran budur. Və mən bunun artıq hardasa orada ABC ilə verir. ABCD-yi belə bölür. 1 ABCD-yi, 2 ABCD-yi belə. Mən artıq onun 8-cisindəyəm. Artıq bir 20 dənə, 20-dən çox dərsini keçdim onun. Kifayət qədər də cümlə bazası yığmışam. Yəni
artıq bilirəm ki, Portuqaliyaya getsəm, nəyi bəyənib, nəyin pis olduğunu deyə biləcəm. Nəyi istəyib, istəmədiyimi deyə biləcəm. Mənə nə lazımdır bu dili öyrənəndə? Mən istəyirdim ki, Portuqaliyaya gedim, orada danışım. Bu dili öyrənmə səbəbim budur. Daha sonra cümləmizə. O qədər gülməlidir ki, məsəl üçün perfect ingiliscəsində mükəmməl deməkdir. Perfecto. İtalyanca. Perfecto. İtalyanca. Perfecto. Portugal. Yenə eyni şəkildə perfect səhv eləmirəmsə, İspanı unutdum artıq. Perfect getdi İspana. Və yaxud da ki, türklərdə banyo hamama deyilir, WC yəni. El banyo. O da İspancadır. İtalyanlarda da elədir. Hə. Allahın cəzaları çox oxşurlar. Ümumiyyətlə bir dil öyrənəndən sonra digərlərini öyrənmək rahat olur. Həm çünki Dəstək olur həqiqətən. kömək Məsələn, olur. bir dənəsini də deyim. Absolutno ruscadır, absolutely ingiliscindədir, absolutamente portugalcadır. Sözlər bir-birinə o qədər oxşur ki, dili öyrənəndə artıq avtomatik olaraq sizə dəstək olur. Bir öyrənirsiniz digər dilə və onların formatına da kömək edir, nitqinizə danışmağa da kömək edir. Çox çətin bir dildir uşaqlar. Əslində dil olaraq öyrənməyə görə xaricilər bizim dilimizi daha çətin öyrənə bilər. Çünki bizim qrammatikamız digərlərinin qrammatikasından çox fərqlidir. Çünki Azərbaycan dilinin qrammatikası o qədər ağırdır. Mən belə Azərbaycan dilinin qrammatikasını bilmirəm o qədər də yaxşı. Bilsən o gün işdə nə olub? Mən özümlə qürur duydum. İndi Azərbaycan milliyyətçiləri mənə daşlayacaq. Dizaynerimə fikri Azərbaycan dilində ifadə edə bilməyib ingiliscə dedim. Biz buna artıq nitqsizləşmə, yəni bilingual olmaq prosesi deyirik. Yəni bir dili o qədər qarşıdırıq ki, digər dillə və s. artıq o biri dili deformasiya olur, unuduruq. Mənim də başıma gəlib. Amma bu mənim üçün qürurverici bir hal deyil. Nəyə görə? Çünki ona görə mən ingiliscə bilmirəm axı. Ona görə mən qürurlandım ki, ingiliscə bir şey ifadə elədim. Məsəl üçün mən istəyirəm ki, indi bu dəqiqə məsəl üçün natiqlik dərslərini yazılacağam əlavədən ki, nitqim təzədən düzəlsin. Çünki mən debatda getdiyim vaxtlarda nitqim daha təmiz idi. Nəinki indi. İndi artıq nitqimi qarışdırıram və ən zəhləm gedən şey də odur ki, bir dillə digər dili qarışdırıb cümlələr qurmaq. Bu mənim ki, uşaqlar, mən İtalyan dili öyrəndiyim vaxt belə idim mən. Xatırlamıram çox sözü. Perfecto, certo, si falan belə də, belə takırdım ki, görməmişim nə dil öyrənib bana ona demişdim. Price Akademi olaraq hansı dilləri tədris edirik? Əsla bilmirəm bütçəsində uşaqlara deyib. Rus dili, Alman dili, İngilis dili, amma digər dillərə də keçid eləyəcəyik. Sadəcə olaraq birinci, biz məsələn Rus, Alman, Rus, İngilis standartdır. Alman dili olaraq üçüncü dil açdıq, amma kütlənin nə qədər marağının olduğuna baxaraq digər dillərə də fokuslanacaq. Çünki bir dil üzərində qalıb digərlərinin keçid etmə məsələsi var da. Bir də uşaqlar bildiyiniz kimi, Səbuhi də bayaqdan dediyi kimi, bir dili öyrənməyin ən yaxşı yolu o dilə məruz qalmaqdır. Biz də Price Akademi olaraq tamamilə ödənişsiz danışıq günləri həyata keçirdirik. Canlı da görüşlər edirik. Onlar ödənişli olur. Niyə? Çünki bir yerə gedirsən, o yeri tutursan, orada insanlara bir şey verirsən yeməyə və s. Bunların şeyini çıxarda bilmək üçün biz pul eləyirik onları. Amma tamamilə ödənişsiz danışıq günlərimiz var, onlayn olurlar. Canlılar da var, ödənişsiz. Amma bu biraz məsafə cəhətdən uzaq gəlir. Suraxanı Gənclər evində, yəni hər kəs üçün açıqdır. Sadəcə olaraq ödənişsiz danışıq günləri canlı formada orada keçirilir, ödənişsiz. Şəhərə yaxın olan yerdə ödəniş edirik. Suraxanı Gənclər evinə biz əməkdaşlıq eləyirik deyə bizdən məkan üçün ödəniş almırlar. Amma ki başqa yerə gedəndə əlbəttə ki ora bir şey ödəməliyik. Belə ki, yəni danışıq günlərimizə qoşularaq inkişaf etdirə bilərsiniz. Ümumiyyətlə Price Akademi üçün ətraflı məlumat almaq üçün bura Instagramımızı yerləşdirəcəm, oradan yaza bilərsiniz. Bir də yeni YouTube kanalı açacağıq və bu YouTube kanalında artıq Səbuhi bəy əsasən üzümüz olacaq ki, Səbuhinin orada qrammatika videoları, danışıq videoları və s. və ilaxirət kimi həm shortslarda, həm də uzun videolar gələcəksiniz. Bugün sıfırdan dil öyrənmək başlasaydın, yəni nə ətraflı, nə çevrən heç nə yoxdur. Düşün ki, mənsən. Sıfırdan dil öyrənməyə məcburiyyətdə qalsaydın, nə edərdin, hansı YouTube kanallarına baxardın, hansı podcastlər? Sıfırdan öyrənmək üçün 3 il əvvəl daha çətin idisə, indi daha asandır. Düzdür, bizim vaxtımız üçün, yəni gənclər üçün hal-hazırda çox asan. Çünki internet əlimizin altındadır. Yəni biraz özümüzə əziyyət versək, çox qəşəng bir şeydir bu. Nəyə görə? Çünki əslində bu kurslara yazılırıq və s. Mən özüm də indi kurs açdım və s. ki, insanlar iki tip olur. Ya özü öyrənə bilənlər, məsuliyyəti öz üzərində saxlaya bilənlər və yaxud da ki, başqasından məsuliyyət tələb edənlər. Məsəl üçün, kursa yazılanlar nə deyirlər? Mən dostlarım da məsəl üçün bizim kursa yazanda şey deyirlər mən, Səbuhi, mənə elə bir müəllim yönləndir ki, məni sıxsın, məndən tələb eləsin, tələb eləməsə oxumayacam.
Mən məsələn elə deyildim də. Mən ona görə kursa getmədim məsələn. Özüm öyrəndim. Çünki özümdən tələb edirdim və deyirdim ki, hər gün bunu da öyrənim, bunu da öyrənim, bunu da bilim, biraz bundan da danışım. Mən bu cümləni niyə quramıram, bunu da qurum və s. deyib özüm məcbur edirdim. Digər bir nüans odur ki, digər tipə keçəyindi. Məsəl üçün mənim öz qardaşım məndən tələb olunmasa mən oxumayacağam. Məndən tələb olunsun, mən məsuliyyətim yaransın. Elə ona görə biz bölürük ki, self-study var. Bir də var müəllimlə hazırlıq var. Və kurs məsəl üçün biz kursda da buna görə self-study paketləri ayrıca hazırlayırıq ki, kim ki özü hazırlaşmaq istəyir və kursa əlavədən ödəniş eləmək istəmir, sadəcə bir dəfəlik self-study paketinin ödənişini edir və self-study'ni alır. Ömrün axırına qədər o self-study'dən istifadə edir və buna görə də kursların və müəllimlərin bir çoxu self-study paketləri hazırlayırlar. Çünki bilirlər ki, yəni insanları aldatmaya ehtiyac yoxdur da, özünün məsuliyyəti olan gəncə self-study paketini verin, getsin hazırlaşsın. Mən görsəm ki, məsələn bir gənc mənə yaxınlaşıb, sadəcə olaraq bilmir ki, self-study var və mövcuddur, özü hazırlaşa bilər. O adama mən direkt deyərəm ki, gəlmə hazırlığa. Get self-study ilə hazırlaş qardaş. Yəni özünə məsuliyyətin var onsuz da. Sənin sadəcə lazım olan praktikadır. Ödənişsiz danışıq günlərinə qoşub praktikan olsun. Sıfırdan öyrənmək istəyirsiniz, başlayırsınız. Birinci plan qurursunuz. Planınız nə üzrə olmalıdır? Adını qoyursunuz plan. Daha sonra istiqamət seçirsiniz. Mən bu dili seçmisinizdir, dili hədəf dilimizdir. Hədəf dili təyin eləmisiniz və deyirsiniz ki, indi mən bunu necə öyrənəcəm? İstiqamət təyin eləməlisiniz. Birinci, istiqamət. Necə? Mən bu məişət zamanımı danışmaq istəyirəm, akademik səviyyədəmi öyrənmək istəyirəm, biznes üçün öyrənmək istəyirəm, səyahət üçün öyrənmək istəyirəm. Hətta bunu proqramlarda belə görə bilərsiniz artıq. Dili nə üzrə öyrənmək istəyirsiniz, o üzrə sizə daha çox söz bazası yükləyirlər. Yəni bunu təyin edəndən sonra başlayırsınız o üzrə araşdırma eləməyə birinci. Araşdırma eləməyi sevməyən insan zaten self-study adamı deyil. Self-study araşdırmacı axtarır. Yəni searching skills sizdə orada olmasa belə inkişaf edir. Yəni əsas oda marağınız olsun. İstiqamətinizi də seçdiniz. Məsəl üçün məişət. YouTube kanallarında milyonlarla şey var və indiki uşaqlar nə üçün dedim daha çox şanslar var. ChatGPT, süni intellekt. Nə sual yazırsınız, adam hər tərəfdə cavab verir. Sizin axtarmağa vaxt sərf edəcəyiniz vaxtda o axtarır və sizə konkret bir dənə tekst göndərir ki, bu kanaldan izləyə bilərsən, bu materialdan izləyə bilərsən. Bu ChatGPT deyirsiniz ki, bu mövzu haqqında mənə test hazırla. Sizə test formatı belə hazırlayıb atır və ödənişsizin belə işlədəndə 3 dəfəyə qədərsə PDF-lər Word-də şəklində də testlər ata bilir. Yəni materialınızı özünüz belə yarada bilirsiniz. Və yaxud da hər hansı bir ingilis kitabıdır, PDF yazırsınız yanına, Google-dan ödənişsiz tapa bilirsiniz. Yüklüyürsünüz və istifadə edirsiniz. Yəni hər cürə material əlinizin altındadır. Bəhanələr bundan keçdi. Sıfırdan öyrənməyin digər davam edəcəksiniz. Materialınızı da təyin elədiniz, materialınızı tapdınız, istiqamətdə olun bu arada. Nə mənada? YouTube-da 45 milyon dənə video var da. Amma birini izləyə bax. Məsəl üçün ona görə də mən orta universitetdəkilərə də məsləhətim olmuşdu ki, əgər sıfırdan başlamasa Çilə Makar var. Türkçə izah edir, amma yəni o qadının izahı mənə çox xoşuma gəlir. Çox aydın, çox gözəl aksenti var, danışığı çox qəşəngdir, izahı çox sadədir və aydındır. Yəni çox yaxşı izah edir də bir sözlə. Biraz yuxarı levellər üçün doludur. English with Lucy, Lingua Marina, YouTuberlarınızı da tapdınız, onlayn materiallarınızı da tapdınız, necə tapacağınızı dedim. Daha sonra keçirik. Ya da ki, gəlirsiniz Price Akademiya, self-study paketi alırsınız, başınıza. Çox ərinirsinizsə, heç axtarmalıq deyilsə, self-study paketlərini zaten ona görə hazırlayırıq ki, ərinən insanlar, o deyir, texnologiya niyə inkişaf edir? Ərinən insanlar sayəsində. İnsan da bunun sayəsində formalaşıb. İnsanlar ərinir deyə self-study paketlərini biz də kurs olaraq hazırlayırıq və deyirik, al. Al self-study işlə. Sadəcə səni işləməkdir. Bişirdim, çiynədim, qoydum qabağıma, deyirəm ud. Ud. Günlərinizi bölürsünüz. Əgər intensiv axtarırsınızsa, hər günə IELTS üzrə izahlayımda listening, reading, writing, bir də speaking. 4 bölmədir. Bu 4 bölmənin 4-ünü də tətbiq edə bilərsiniz. Və yaxud da daha sistemli, daha ciddi hazırlaşmaq istəyirsinizsə, indi intensivi qoyaq qırağa, hərəsinə bir gün ayırırsınız. Bugün mənim speaking günüm olacaq, bu conversation kluba qoşulacağam, bu danışıq eləyəcəm, bu dostumla bu cür 1 saat, 2 saat vaxt ayıracağam, YouTube-dan speaking praktikaları öyrənəcəm, daha sonra sabahsı gün listeningimcə bu videoları oturub izləyəcəm, dinləyəcəm. Listening də 2 yerə bölünür. Active listening və passive listening. Active listening o deməkdir ki, dinləyirsiniz və işləyirsiniz. Avtomatik olaraq dinlədiyinizi təkrar edib, praktik edib, yaddaşda saxlayırsınız. Passive listening mən bu Portuqal dili üçün dediyimdir. Nauşniklərimi taxıram, 20 dəqiqəlik piyada yolum var metrodan işə qədər. Qoşuram podkastımı, o dedikcə beynimdə sadəcə təkrar edirəm. Bəzən də özümü itirəm və danışa-danışa yolda gedirəm. Bir də ayılıram ki, insanlar mənə baxır ki, niyə öz-özünə danışa-danışa gedir, başqa dildə danışıram deyə. Belə lap qəribə baxırlar. Daha sonra nə edirsiniz?
çevrə axtarırsınız. Və bu arada çevrə axtarmanız deyəndə tək öz kursumuzdan getmirik. Instagram açırsınız, milyon dənə kurs var. Milyon dənə ödənişsiz danışıq günlər olur. Milyon dənə layihələr olur. Bu arada ödənişsiz danışıq günlərdə heç elə baha olmur. Yəni tək özümüzünkini demirəm. Mən o qədər Instagramda qabağıma çıxıb ki, 5 manat ver gəl, 10 manat ver gəl, 7 manat ver gəl. Yəni ayda bir dəfənizə bunu özünüzə yatırım eləsəz, heç nə itirməyəcəksiniz. Çox yaxşı bir mühit qazanacaqsınız. Bir Big Mac pulu da, yəni sözün açığını demək lazımsa. Mən hər şey Big Mac-lə ölçürəm, yəni. McDonald's ölçüləri. Hə, bir çiğ köftə ilə bir McDonald's-la. Yəni uşaqlar, bir dəfə McDonald's-a getmə, get danışıq günü, oradan sonra bir şey verəcəklər kimi. İkisindən inandarda çıxardın. Başqa insanların deyəcəkləri şeylərə çox delişməyin. Ay sən bu sözü səhv tələffüz elədin. Ay o söz belə getdi. Yəni o qədər başıma gəlib ki, tədbirin 100 dənə tələbədən ibarət olan tədbirin ortasında, NHŞ-nin yarışının ortasında lyrics sözünə lyrics demişdim. Və orada mən gülmüşdüm. Mən də qətimin var. Cahil imişəm, üzrü sayın falan deyə zarafata salmışdım. Çünki çox da ciddi bir şey deyildi. Yəni onlar güləcəklər, amma bu normal bir şeydir. Səhv elədiniz, nə etdiniz? Onunla siz ölməyəcəksiniz, heç nə də olmayacaqsınız. Dili öyrənib risk eləmək istəyirsə, danışmaq istəyirsə, həyəcanınız olacaq, narahatlığınız 100% olacaq. Mən hələ də məsəl üçün müəyyən qədər çıxış eləməzdən qabaq özümü birinci müəyyən toplamağa çalışıram, nəfəs treninqlər və s. edirəm ki, orada özümü itirməyim. Anadın qarnından ingilis olaraq doğulmuşdum. Yaxşı, bu qədər aqressiv olmaya yenildirəm, ehtiyac yoxdur. Hə, uşaqlar, ümid edirəm bütün suallar. Mən biraz yorğunam uşaqlar bugün. Ona görə biraz enerjik deyiləm. Ülkədə nə olub deyə şey eləmirəm, yaxşıyam. Döymür məni. Sadəcə yorğunam. Mən döyərsən, mən sənin üçün. Bəs uşaqlar, izlədiyiniz üçün təşəkkürlər. Səbuhi Akverdiyevi kanalımızda daha çox ingilis dili bilikləri öyrətməyini istəyirsinizsə, kanalımıza abunə olmağı və şəhərlərdə Səbuhi Akverdiyevi yazmağı unutmayın. Elə bir şey yazmayı xahiş edirəm. Zarafat figurağa əlavə suallarınız varsa yazın. Belə uzun bir video çəkməsəydi, shortslarda mən tutub çəkərəm, narahat olmayın. Yəni deyirik işim gücüm var. Mən tutacağam, ofisini də bilirəm, tutub gedəcəm ofisinə. Ümid edirəm ki, çox bir başlanğıc üçün sizin üçün maraqlı bir video oldu. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın.